olmalıdır. Hansı duz aniona görə hidroliz edir? Onun anionu, yəni turşu qalığı zəif olur. İndi gəlin bu yazaq. Deməli uşaqlar, mən burada yazıram kupru NO3 2-də. Bunu hidroliz edirəm. Hidroliz eləyəndə suyu necə göstərirdik? Artmır. Kuprum NO3 2-də uşaqlar mühit turşudur. Çünki turşusu qüvvətlidir. Amma burada alınan duz necə duz alınır? Demişdim sizə. Turş mühitdirsə əsası duz alınır. Əsası mühitdirsə turş duz. Burada da turş mühit olduğuna görə əsası duz alınır. İndi görək bütün hallarda əsası duz alına bilər. Əsası duz alına bilməsi üçün əsasın valenti nə olmalıdır? 1-dən böyük. Burada da misdir. Misin valenti neçədir uşaqlar? 2. Bu duz neçə mərhələdə dissosiasiya edir? Dissosiasiya zəifə görə gedir. Zəifin valenti neçədirsə, o qədər mərhələdə dissosiasiya edir. Zəif misdir. Valenti 2-dir, 2 mərhələdə. Birinci mərhələdə necə duz alınır? Əsası. Niyə? Çünki mühit turşdur deyə duz əsası olur. Nə olacaq uşaqlar? Hidrogen buradan bir dənə NO3 çəkəcək özünə. Verəcək HNO3. Yerdə nə qalıb? Kuprum. NO3-ün biri gedib, onun yerinə sudakı OH gələcək. Bir dənə də NO3 qalacaq. Baxın, bu oldu birinci tənlik. Birinci yazılan tənliyə necə tənlik deyirlər uşaqlar? Molekulyar tənlik. Bu molekulyar tənlik. İndi başlayıram bunu iyonlara ayırmaq. Kuprum 2 müsbət. Üzərinə gəl 2 dənə NO3 mənfi. Üzərinə gəl HOH. Biz suyu ayırırdıq, ayırmırdıq. Su olduğu kimi qalır. Əsası duzu ayırıram. Kuprum OH üstü plus alınır. NO3 üstü minus. Üzərinə gəl H müsbət, NO3 mənfi. Bu artıq oldu. İyonlara ayırdımsa bu adlanır tam iyon tənliyi. Bundan sonra gəlir molekulyar siz deyin, qısa iyon tənliyi. Eyni olan iyonları aparıram. 2 dənə NO3 burada var, NO3'lər burada var. Aparıram. Olur mis 2 müsbət. Üzərinə gəl HOH. Buradan alınır kuprum OH müsbət, üzərinə gəl H müsbət. Burada deməli uşaqlar, bu oldu bizdə birinci mərhələnin qısa iyon tənliyi. Görürsünüz, bizim elə birinci variantda budur. Bax bunu tapın. Bizə də birinci mərhələsi. Əgər ikinci mərhələ desəydi, bu 2 mərhələdir. İkinci mərhələdə nə olacaq? Diqqətlə qulaq asın. Bunu başqa rənglə yazın. İkinci mərhələdə, o birinci mərhələdə alınan əsası duz var idi. Kuprum OH NO3. Bunun üzərinə yenidən su gəlirəm, HOH. Buradan deməli nə olacaq? Yenə H burada NO3 çəkəcək özünə, HNO3. Və bu OH gələcək NO3-ün yerinə. Kuprum OH idi, bir dənə də OH gələcək, olacaq kuprum OH2. Kuprum OH2 artıq nədir? Çöküntüdür. Özdə rəngi var idi. Hansı rəngdə çöküntü idi? Yadınızda. Kuprum OH2 hansı rəngdə çöküntü idi uşaqlar? Göy rəngli çöküntü idi. Bəli. Şimdi başlayıram iyonlara. Molekulyar tənlik. Sonra burada kuprum OH müsbət, NO3 mənfi, H OH olduğu kimi saxlayıram. Burada kuprum OH2 çöküntü, H müsbət, NO3 mənfi. Bu olur necə tənlik? Tam iyon tənliyi. Bir də islah aparıram oxşar iyonları. Burada NO3 var, burada da NO3 var. Gedir, yekunda belə bir şey. Kuprum OH müsbət, HOH, kuprum OH2, H müsbət. Bu da olur bizdə qısa iyon tənlik. İkinci mərhələnin qısa iyon tənlik. Baxın bir dənə, bunu hidrolizin yazdım ki, başa düşün.